Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videomda yumurta boyanmasını göstərəcəm. Artıq neçənci videodur ki, yumurta boyamaq haqqında çəkirəm. Bu dəfə boyaları hardan aldığımı da göstərəcəm. Eyni zamanda hər kəsin soruşduğu kimi tort boyası olarmı, qida boyası hansılardır? Onların hamısını bir-bir sınayacağım bu videomuzda. Və digər soruşulan suallardan biri də sirkə ilə olarmı uksus əvəzinə? Və bu videomuzda onu da sınayacağım. Sirkə ilə boyamaq olarmı, yoxsa yox? Belə qida boyaları var. Əlavə olaraq bir də yumurta boyası almaq istəyirəm. Marketlərdə artıq bu formada 5 ədəd rəng bir yerdə satılır. Hər birini ayrı-ayrılıqda sınayacağım sizin üçün. İlk öncə boyalarımı göstərirəm. Bunları aldım marketlərdə gördüyünüz kimi. Əlavə olaraq evdə bir neçə boyam var. Onları da göstərəcəm. Və bu boyalardan iki cür olur. Kağız qablaşdırmada və klok paketlərdə, yəni parıltılı klok paketlərdir. İlk olaraq yumurta boyamızı, bir ədəd kağız boya və bir ədəd parlaq tort boyasını sınayacağım. Belə deyək, çox vaxt kağız boyalar qida üçün nəzərdə tutulur. Belə parlaq boyalar isə tort üçün olan yerlərdə əldə eləmək olur. Hər ikisini qidada istifadə eləmək olar. Sadəcə o klonkalı çox vaxt tort yerində olur. Bu yumurta boyası isə marketlərdə və bəzən səbət dükanlarında, hətta Novruz suvenirləri olan yerlərə görmüşəm, onu da deyim. Və bir neçə belə rəng boyam var. Yenə eyni forma kağızlıdır və klok paketlidir. Onu da deyim ki, su da qaynar olmalıdır və yumurta da bişəndən sonra soyutmadan boyuyuruq. Yəni hər ikisi qaynar halda boyanır. İlk öncə stəkana su tökürük. Mən belə fincanlardan istifadə elədim. Kiçik kasalar da olar, fərqi yoxdur. Sadəcə qabınız nə qədər kiçik olsa boya bir o qədər tünd olur. Yəni bir var 2-3 stəkan suya tökəsiz boyanın, bir də var çox az suya. Təbii ki, boyanın rənginə, yəni rəng tonuna təsir eləyir. Bu formadadır, içində rənglər. Sarı rəngdən başlayaq, çünki sarı rəng elədi ki, hər boya tutmur. Sınamaq üçün sarı rəngdən başladım. Görək necə tutacaq. Daha sonra üzərinə bir çay qaşığı uksus tökəcəm. Yumurta boyasının üzərində 9% sirkədən istifadə etmək olar yazıb. Amma mənim sirkəm 4%-lidir. Paketin üzərini göstərirəm. 9% sirkə əlavə eləmək olar qaynar suya. Və 250 ml yazıb, yəni bir stəkan. Elə mənim fincanım başı yarım olanda bir stəkan olur, 250 ml. Və sirkəm 4% olduğuna görə istifadə edə bilmirəm. Sadəcə göstərirəm, bu hissəyə baxın. 9% idisə sirkə ilə boyamaq olar. Ona görə məcbur oldum, uksusdan istifadə elədim. Uksusu da ki, istəsəz boyanı tökəndən sonra suya əlavə eləyə biləsiniz. Yəni bir çay qaşığı. Və yaxud istərsəniz əvvəlcədən dağ suya tökün, daha sonra boyanı tökün. Amma ən sonda yumurtanı tökün. Və başqa formanda sınayacağım. Sirkəni uksusu daha sonra tökəcəm. Görək o necə olacaq. Yəni yumurtanı qoyandan sonra, öncədən deyil. İndi bu dəfə sarı rəngi sınayaq. Rəngi yaxşıdır. Tam sarı rəngdir. Biraz da saxlayıb sudan götürəcəm. Yaxından da göstərmək istəyirəm. Daha sonra digər boyamıza başlayacağım. Hər dəfə suyu dəyişməliyik. Bir neçə yumurta boyamaq istəyirsinizsə, məsələn 2-3 ədəd sarını boyayın, daha sonra suyu götürün. Çünki qaldıqdan sonra soyuyur, çox da yaxşı tutmur. Düzdür, yenə rəng tutur, amma o qədər də effektli olmur. Və göy rəngə başlayırıq. Əgər mavi rəng əldə eləmək istəyirsinizsə, suda çox az saxlayın. Mən göy rəng əldə eləmək üçün biraz da saxlayıb daha sonra götürəcəm. Və bu dəfə dediyim kimi uksusu sonradan əlavə eləyəcəm. Uksussuz gördüyünüz kimi açıq rəng tutmuşdu. Amma uksusu əlavə eləyən kimi yumurtanın rəngi tündləşdi. Hər iki formanı göstərdim. Ümid eləyirəm sizin üçün yetəri qədər izahlı oldu bu videomuz. Və gəldik tort boyamıza. Bənövşəyi rəngi əldə eləmək çətindir. Yəni birbaşa satışda olan boyalar o qədər də effekt vermir. Bir dəfə də özüm üçün sınamışdım və bu dəfə videoda sizinlə paylaşıram. Yəni bu o demək deyil ki, tort boyaları tutmur. Çox gözəl tutur. Mən istifadə eləmişəm. Sadəcə bu bənövşəyi rəngi sınadım. Baxın, belə bir tünd qırmızı, zoğalı rəngə çalan bir rəng alınır və yaşıl rəngi sizə göstərmək istəyirəm.
Daha sonra videonun digər növbəti bölümündə, daha doğrusu növbəti irəliləyən dəqiqələrində sizə göstərəcəm ki, bənövşəyi rəngi necə əldə elədim. Yaşıl rəngi də yenə biraz saxladıq, açıq yaşıldır. Biraz saxlayırıq, tündləşir və belə çox gözəl oldu. Yəni bu rəng çox xoşuma gəldi. Onsuz da yaşıl rəngi sevirəm. Hələ belə parlaq tutduğuna görə daha çox sevdim. Və uksusumuzu qırmızı rəngi əlavə eləyəcəm. Bu da tort boyasıdır. Gördüyünüz kimi parlaq paketdir. Digəri kağızı idi. Hər ikisini istifadə edə bilərsiniz. Onu göstərməyə çalışdım. Və diqqət etdiysəniz suya uksusu öncədən tökdüm. Boyanı tökəndən sonra yox. Yəni bu videomuzda hər formanı sınadım. Qırmızıların rəng fərqinə baxın. Çələkli daha parlaqdır. Qırmızı rəngi boyandan sonra bənövşəyi rəng əldə eləmək istəyirsinizsə, göy rəng tökün. Ya göy, ya mavi, fərqi yoxdur. Yəni bu əsasən yəni qaydası belədir. Qırmızı və göy rəngin qarışığından bənövşəyi rəngi alınır. Belə bir tutqun rəng. Əgər açıq bənövşəyi istəyirsinizsə, tez saxlayıb götürün və yaxud da qırmızı rənglərin tonunu ayarlayın. Qırmızı, yəni göy rəngi biraz az qatın. Bütün paketi deyil. Daha sonra belə bir qoz qabığı rəngi var, qəhvəyi. Onu da sınamaq istəyirəm. Heç vaxt bu rəngdən boyamamışam. Bəlkə sizin üçün də maraqlı olar. Rəngi amma xoşuma gəldi. Tam qəhvəyi rəng alınır. Yəni mən elə bildim soğan qabığına bənzər bir rəng olacaq. Amma xeyr, yəni soğan qabığı tamam tünd qırmızıdır. Yəni zoğalından daha tünd çalardı. Bu isə qəhvəyidir, maraqlı rəngdir. Son olaraq sarı və narıncı rəng arasındakı ton fərqini boyayacağım. Belə deyim, mən elə vaxt olub narıncı rəng üzərində portağal şəkli olan digər boyaları sınamışam. Çox açıq tutur, elə sarıya bənzəyir. Yəni narıncı rəngi əldə edə bilmirəm və yaxud da ət rəngi alınır. O qədər açıq narıncı alınır. Bunu da sınadım. Çox gözəl narıncı alındı. Xoşuma gəldi. Sizinlə də paylaşmaq istədim. Daha sonra isə istənilən bir duru yağdan istifadə edib üzərini çəkirik ki, pambığa batırıb üzərinə çəkirik ki, parlaq olsun. Əvvəllər paylaşmışdım, izləyicilər soruşmuşdu ki, mən vazelin yağı çəkmişdim. Soruşmuşdular, adi yağ olarmı? Bəli, istənilən yağdan istifadə edə bilərsiniz, fərqi yoxdur, parlaqlıq verir, vazelin yağı da olar. Belə istənilən duru yağı da ola bilər. Mən qarğıdalı yağından istifadə elədim, günə baxan yağı da olar. Bizi izlədiyiniz üçün təşəkkürlər dəyərli izləyicilər. Ümid edirəm bütün suallara ətraflı cavab verdim bu videomda. Sağ olun, növbəti videolarda görüşənədək. Kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın. Çünki bu mənim üçün çox önəmlidir.